Uyğunluğu müəyyən edin. Bizə qarşı sözü verib, qarşı qoşmadır, qarşı əsas nitq hissəsidir. Hansı cümlədə qarşı sözü qoşma kimi işlənmişdir, hansı cümlədə qarşı əsas nitq hissəsi kimi işlənmişdir. Biz ilk öncə qoşma nədir onu yadımıza salaq. Qoşma ismin adlıq, yerlik, yönlük, çıxışlıq halında işlənən sözlərə qoşularaq müəyyən məna çaları əmələ gətirir. Yəni qoşma olmasından ötürü hər hansısa bir halda işlənmiş sözə qoşulmalıdır. Əsas nitq hissəsi olduqda, yəni heç bir sözə qoşulmur, sadəcə olaraq sərbəst işlənir. Baxırıq A variantına. Rəqib komanda bizə qarşı heç bir strategiya qura bilmədi. Burada qarşı sözü baxırıq ki, bizə qarşı yönlük halda olan bir sözə qoşulmuşdur. Yönlük halda olan bir sözə qoşulduğuna görə burada qoşma olaraq biz bunu götürə bilərik. Birə doğru variant kimi götürəcəyik A variantını. Baxırıq B variantına. Pəncərədən görünən qarşı binalar memarlıq abidəsi idi. Burada qarşı sözü tam sərbəst mənasında işlənmişdir. Qarşı binalar, hansı binalar? Qarşı binalar. Ona görə də bu əsas nitq hissəsi kimi bunu götürürük. Zərgər brilyantı işığa qarşı tutub təmizliyini yoxladı. Burada da yönlük halda olan sözə bir qoşulmuşdur. Yönlük halda olan söz baxın altına başqa rənglə xətt çəkəcəm. İşığa sözüdür. Yönlük halda olan sözə qoşulur və məna çalar əmələ gətirir. Deməli bu da bir qoşma kimi işləndi. Biri olacaq AC. Sonra baxırıq D variantına. Qonaqlar gələndə ev sahibi dərhal irəli çıxıb onları qarşıladı. Deyirsiniz ki, burada qarşıladı sözü də sərbəst olaraq işlənmişdir. Bəs niyə biz bunu götürmürük də? Yəni doğru cavab olaraq niyə biz bunu götürmürük? Mən sizə bir xatırlatma eləyim ki, biz homonimləri taparkən, bax qarşı qoşmadır, qarşı əsas nitq hissəsidir. Deməli biz burada homonimləri tapırıq. Qarşını tapmaq üçün, yəni biz başlanğıca baxmalıyıq da. Yazıram bura qarşıladı. Qarşıladı. Nə etdi? Qarşıladı. Bir də bunu yadınızda saxlayın ki, sualın tərkibində çıxan şəkilçi qrammatik şəkilçidir. Burada böyük qrammatik şəkilçi olduğuna görə üzərindən xətt çəkirəm. Sözün başlanğıc formasını tapıram. Sözün başlanğıc forması nədir? Qrammatik şəkilçiyə qədər olan hissə. Sözümün kökü, başlanğıc forması oldu, qarşıla. Mən isə axtarıram qarşı sözünü. Ona görə mən D variantını götürə bilmirəm. Ona görə düzgün cavabımız olacaq 1A, 2B. Əgər bu kimi izahların gəlməsini istəyirsinizsə, kanala abunə olub bildirişləri açmağı unutmayın. Gələn videolarda görüşənədək.